Qaranlıqda heç nə görünmür. Belə göstərim, sonra işıq yandıraram. Mənim bu köhnə dekorlarımı gətirdim bura sərdim. Ətəyini də kəsdim. İndi buraları yığışdıracağım. Tür-töküntü eləmişik. Pastel zat yığılıdı. Prosta mən buradayam deyə. Nərgiz də oynayırdı. Belə. Oldu belə. Deyirsiniz ki, Aylaman, niyə elədim bunu? Onsuz da tül qəşəng görünürdü, ehtiyac yoxdur buna. Mən də bilirəm, ehtiyac yoxdur görünüş olaraq. Tülü daha çox bəyənirdim, kəpənəkli. Altında da əslində tül, yəni gündüzləri açıb gecələr bağlayacağım. Sadəcə göstərmək üçün belə bağladım, tam olaraq çəkirəm. Gecə bizim pəncərələrin kənarından soyuq gəlir. Qış vaxtı bu dekorlar olmayanda, bilirsiniz, əvvəl də mən sərirdim dekor. Otağa uyğun gəlməsə də mütləq dekor istifadə edirdim. Sırf qışda soyuğun qabağını almaq üçün istifadə edirdim, yəni. Bu otaqda. Əvvəl də uymurdu Nazlının dekorları. İstəyirdim bura dekor alım. Gəlinimiz qoymadı ki, neyinirsən, qəşəng görünmür. Mən də almadım. İndi amma peşman olmuşam ki, gərək sadə alardım ki, indi bax bu dəqiqə istifadə eləmək sadə daha yaxşı olardı. Eybi yoxdur, onsuz da yayda çıxardıram. Bu 3 ay qışıdır da, indi taxdım. Yanvar, fevral, uzağı fevralın axırları, martın əvvəlləri çıxardıb qoyacam kənara. Elə tək tül olaraq istifadə eləyəcəm. Soyuq havaları idarə eləmək üçündür. Baxın, tül də altındadır. Bunu belə eləyəndə bu da bura ilişir. Qar dənələrində belə şkafdan şkafa kuklalara keçirdim ki, yandırıb söndürmək olsun. Yoxsa buna ilişir, dekora imkan vermir. İndi qalsın belə. Belə eləyəndə ev isti olur. Amma dekor istifadə eləməyəndə bütün evin istisi pəncərədə qalxır pəncərəyə. Otaq istilənmir. Bilirsiniz, neçə gündə havalar soyuyub. Ona görə tam olaraq ehtiyac var idi. Belə. Bunu da Temudan almışdım. Nazlının paltarını qatlayıb ora qoymuşam. Nərgiz də şkafdan özünkiləri çıxardıb, gətirib soxuşdurub buraya yerə yurda töküb ki, yəni Nazlınınki oradadır, mənimki də olsun. Bunları gərək qatlayım yığım yerinə. Dayanmır ki, bir dəqiqə dayanmır. Bunu da Temudan almışdım. Qəşəng. Gecələr qoşuram. Uşaqlar xəstələnib. Ops, yandırmamışam baxın. Baxın belə. Həm rəngli işıq verir. Həm də buxar verir. Bilmirəm, indi buxarı görürsünüz, görmürsünüz, hə, görürsünüz. Belə buxar verir rəngli işıqla. İçinə nanə cövhərlə su tökürəm. Daha doğrusu suyun içinə nanə cövhər tökürəm. Qoyuram. Hə. Nədir? Nə? Əl vurmaq olmaz ona. Cızadır, oynamaq olmaz ondan. İndi oradan bax işıqlarına. Yansın, sönsün, mən də bax. Gedim işığı söndürəm. Hə. Bax. Ay, nə qəşəngdir. Qəşəngdir. Bax. Ana da buraları yığışdırsın. Nəyi hardan başlayayım bilmirəm. Burada paltarlar var. Bir yandan onu qatdalayıram. Bir yandan Nərgiz çörək istədi. Ona çörək vermişəm. Multika baxa-baxa yeyir güya. Buranı pile soslamışdım. Amma hal-hazırda təzədən Nərgiz çörək yediyinə görə oturduğu yer bütün çörəkdir. Yesin, qutarsın, onu yatıstırım. Nazlı məktəbdədir. Saat 2-nin yarısıdır, 2-yə qalıb. Sonra bunu yatıstırım, yoxsa mənə imkan verməyəcək. Sonra başlayayım işlərimi görməyə. Evləri pilisoslamışam. Pastelləri yığmışam. Nə qədər dağıntılıq olsa da. Burada yığmışam. Hər yer Nərgizin paltarıdır. Atapleniyə paltar qoydum, qurusun. O belli rezini şeydir, yaşdır. Düşmə, gəlirəm. Mən yanından çəkilən kimi fikri zikri ondadır ki, düşsün, gəlsin dağımıza. Düşmə. Düşən kimi də hər yeri çörək eləyir. Otur, mən də gəldim. Heç ara getmirəm. Ye, qutar. Hə, ye. Ye, gedək yataq.
Amma elə qutar sonra. Otur baxaq, multika baxaq. Hani multik qoymuşam. Yolkaya gərək oyuncaq alım. Çox aldım. Nərgizə görə istəmirdim. Amma almalıyam. Bir də səliqəyə salmalıyam. Yaxşı şey eləməmişəm. Düzü işıq zakaz eləmişəm. İnşallah gəlib çıxar bayrama kimi. Dolayaram. O xırda işıqlar var ya, onlardan. Onu istəyirəm eləmək. Bunun üstündəki işığı da istəyirəm ki, həyətdə yolka qurum. Köhnə yolkamı həyətə qurum. Bunun üstündəki işığı da onun üstünə eləyim. Elə planlayıram. Ulduzlu zətdamısını çıxardacam. Çünki mənim bir dənə də ulduzum var. Onu da buna taxaram. Qırmızı ulduz. Bir dənə qırmızı bantik düzəltmək istəyirəm işıqlı. Onu da düzəldib taxaram. Altına belə hədiyyələr düzəltmək istəyirdim, amma bilmirəm, uşaqlar imkan verməyəcəklər. Həm də ki, bilmirəm, sonra onu hara qoyacam mən. Mənim üçün problemdir də, belə böyük şeyləri saxlamaq hardasa. Ona görə bəlkə eləmədim. Qaqaşgil üçün hazırlayacağım. Aygüngildə yer böyükdür, yəni yolkanın qabağına qoyanda heç nəyə mane olmur da. Amma bizdə elə bir şey eləsəm mane olacaq. Yerimiz balacadır deyə. Biraz da onlar yolkanın qabağında yer tutacaqlar. Ona görə yəqin ki, özümüzə eləməyəcəm. Demək qızlar, yığışdırmışkən dedim, Nərgizin şkafını səliqəyə salım. Mən bayaq iş görəndə töküb töküşdürmüşdü bir kişi. Əl vurmuşkən dedim, tam səliqəyə salım. Daha doğrusu ayırdım. Burada Nərgizə böyük olan şeylər var. Bir dənə bu əyninə olur, amma bunu zamoklu qısa qoldu, çıxardır əynindən geyindirən kimi. Ona görə onu da ora qoydum. Ki, lap belə güclü ehtiyacımız olsa onu da çıxardaram. 2 dənə də eləsi. Bunları ayırdım. Həm əyninə gödələnlərdir, həm də xalagilə gedəndə bunu hazır qoyacağım ki, bir də özümdən çox şey daşımayım ora gedəndə. Həm Nazlı üçün, həm Nərgiz üçün orada paltar saxlayıram. Bunları bunun içinə qoyacağım. Papaqlardır. Belə çiməndən sonra taxmaqlıq. Düzdür, artıq hamısı başına balacalaşıbdır. Ən böyüklər belə. Yenə hər ehtimala dursun. Onsuz da mən saçını yuyandan sonra fenləyirəm. Nərgizin birdən də çox soyuq olanda qışda mən Nazlıya da bağlayırdım əvvəl. Bura yığdım. İsti həm şalvarların, həm içi belə maxrov olanları da, həm də koftalarını, yəni isti şeyləri. Burada nəzik şeyləri yığdım. Nəzik şalvarları, nəzik kofta, ikisi bodydir, qalmamız koftadır. Yuxu şalvar koftaları, bu da mayka bodyləridir. Vəsə. İndi yerləşdirəcəm ora aşağı. Buradan çıxartmışam onların hamısını. Yuxarı böyük qoyuram, aşağıda balacaları qoyuram. Belə olur hazır. Burada da qoymuşam Nərgizin aşağı çölə bayra gedəndə götürmək üçün sumkasını və pampersini. Bu arada pampersi azalıb almaq lazımdır. İndi bunu öz yerinə bunları ki belə ayırmışam. Nazlıya da rahat olur. Deyirəm ki, məsəl üçün ged orada ana üçün falan şey gətir. Gedir rahat gətirir. Belə qutuları da hazırlayıb istifadə eləmək çox rahatdır. Bu özüm hazırlamışam. Bu daha rahatdır. Nəinki bunlar. Bunlar da yaxşıdır. Məsəl üçün Nərgizgilin dolabında yaxşıdır. Amma mənim dolabımda yuxarı hissələrdə deyəm. Həm də eninə qoyuram deyə elə də rahat olmurdu. Çəkəndə elə bil içində paltarlar dağılır. Ona görə məndə o qədər də rahat deyil. Dəsmalları, pastelləri yığıram bunlara. Özümünkünü və yoldaşımınkünü elə belə qoymuşam. Yəni içinə qoymamışam heç nəyin. Bunlar mənim dolabımda çox rahat idi. Amma burada daha rahatdır indi istifadə eləmək. Ona görə götürmürəm. Nazlında 3 dənəsi də Nazlının dolabındadır. Burada da
Nərgizin kalqotkaları ilə papaqları falan da yenə. Belə burayla qutardım. Burada da Nərgizin paltarlarıdır. Plus bunun içində də yenə papaq şərfi idi. Hər yer papaq şərfdir. Hamısını bir yerə yığdığıma indi boş qalıb. İndi bunun içində bir dənə şərf var. Bunu dəymirəm. Bilirəm ki, buradadır da. Sonra yoxsa axtar-axtar qalıram. Bu aralar yaddaş zəifliyi yaşayıram. Qoyduğum şeyi unuduram. Sonra da tapa bilmirəm. Belə, burada corablarını yığmışam. Hamısı buradadır. Uzunlar, qısalar, qalınlar, incələr, hər şey buradadır corablarının. Burada corablarını yığıram, hamısı buradadır. İndi yuyulmaqda olanlar içdə. Bunu aşağı qoya bilmirəm, çünki dağıdır, oynadır. Burada da bir dənə ədyalı var. Lazım olanda tez götürmək üçün. Bu arada gözümə toz dəydi. Belə da yığışdırdıq. Buraya mən də Nərgiz üçün stolun üstünü silməliyəm. Burada güldən içində su qoymuşam buxarlansın deyə. Havası quru olur, ataplen işlədiyinə görə, uşaqlara görə. Onu doldurub qoymuşam. Düzdür, indi burada bunu da yandırıram. Bunu təzə başlamışam yandırmağa. Uşaqlar xəstələnəndən sonra ağlıma gəlib ki, məndə belə bir şey var. Axı içinə nanə cöhər töküm. Qoşum. Bunlar gələcək qapının ağzındakı şkafa ki, burada gedənlər üçün. Bunu da sonra otağa qoyarım. Hələlik qalsın. Bu hələlik qalsın burada. Bizim otağa gələcək çünki. Bu da mənim bel sıxanımdır. Amma bir türlü mən bunu istifadə edə bilmədim. O rezin kimi olanlardandır. Yığılır hamısı aşağıdan yuxarıdan. Həm aşağı yuxarı qalxır, həm yuxarı aşağı düşür. Boğulub öləcək kimi oluram. Burada stolun üstünü silməmişəm. Hələ buranı gətirib siləcəm. Evi plisostasında onu eləməmişəm. Bunu burada saxlayıram. Nazlı oturana çəkirəm. Ora. Desəz niyə? Ataplen oradan isti vurur ona görə. Oyuncaqlar. Burada işimiz bitdi. Qaldı bir dənə stolu silmək. Bunu da qoyun balışığın altına. Gecə onu tərləyəndə kürəyinə salıram. Sonra da sərirəm ora ki qurusun. Bunu məcburam qatlayım, qoyum buna görə. Ona görə buralar belə səliqəsiz olur. Gön Nazlan ki çox səliqəlidir. Burada Nərgiz dağıdır. Üstünə çıxmağa çalışır. Çıxmağa çalışanda da orasından burasından dartır. Kömək alır da indi ki yıxılmasın. Belə çəkir çıxır. Çəkəndə də dağıdır. Nəysə ki burada işimiz qutardı. Burada kazanları yumuşam. Bunu yığışdırmışam. Nərgiz oynayır. Burada qapını açıb bağlayır. O da yuyulmaqdan belə qıraqları büzülük olubdu. Qalxıqda yəni. Ona görə qapını açıb bağlamaq olmur. O da qapı ilə oynayır. Mən burada olanda yanımda dayanır. Həm uzanır. Ona görə tam yığışdıra bilmirəm. Burada üstünə mandalin yaxıb orasını belə sarıdı. Təzə yumuşdum. Nərgizin əlindən təmiz qalmır ki. Burada Nərgiz üçün sup hazırlayıram. Et çıxartmışam. Bilmirəm nə pişirəcəm. Düzü. Ops. Yapışıb. Həyətimiz tam qutarsaydı göstərərdim sizə.
Əslində xırda-xırda çəkmişəm. Hər dəfəsində. Hər dəfə paylaşmıram, fikirləşirəm ki, tam qutarsın, sonra paylaşaram. Ona görə bütövləşdirərəm, əvvəl necə idi, sonra necə oldu deyə bütöv paylaşaram. Düşünərəkdən saxlamışam. Pəncərənin qabağını yığışdırmalıyam, hər şey var orada. Sonra orada xırda verməşil var, kloka tökməliyəm, çay dəsmalını yuyacam. O işıqlar çölə asılmalıdır. Həyəti gözləyirəm qutarsın. Nəysə, bunlarla işimi qutarım, sonra bura keçərəm. Burada paltar qatlayırdım, göy qalıb. Bura Nərgiz yedi, təzdən plisosdadım. Papam gəlib paltarı stulun başındadır, çay içib, çay oradadır. Meyvə qabı boşalıb, amma götürmürəm. Ki, gətirib içinə mandalini tökəcəm. Yox, mandalini yiyib qutarmışıq. Gərək yazım yoldaşıma ki, mandalini al. Nərgiz üçün, oynamaq üçün. Bunu asırıq bura. Sonra gəlir, istəyir. Öyle. Bu da bizim yolkamızın altının vəziyyəti. Neysə ki, belədir. Buraları da yığışdırıram. Elə qırışır. Bunun içi çox doldu. Bunu qoyaq buraya, arxaya. Onun qabağına qoyaq. Elə. Burada elə bir şey yoxdur. Papam adət eləyib. Həmişə stulun başına çıxardır deyə. İndi də stulun başına çıxardıb. Qənd qabına qənd doldurmalıyam. Yaparım. Meyvə olanda gətirərəm. Boş yerə durmağın adı yoxdur. Təzə süfrə almalıyam, klonka. Bunun rəngi rufu ağarıb ucu. Xoşuma gəlmir. Bunlar dursun burada. Paltar qolumda gəzirəm. Burada sizə göstərməmişəm. Bunu bura astım. Sonra bunu bura astıq. Göstərməmişəm sizə. Qəşəng oldu. Qolumda paltarlar. Güzgün yerini dəyişdik. İndi silməliyəm. Bu tərəfdəydi güzgü. Burada ayaq altı kirli olur. İndi yağış falan, nə bilim, toz, torpaq, küçə, həyət, iş görülür. Oranın zirzibili. O bulaşıq olur deyənə Nərgiz hər dəqiqə keçir o yana, keçir bu yana, ayağa bulaşır. Ona görə güzgün yerini dəyişdik. Bu tərəfə keçirdik. İndi o güzgünü silməliyəm. Burada xalagilə gedənlər var. Gediləcəklər daha doğrusu. İndi ora əlimdəkiləri qoymuram. Nəhayət ki, pəncərəni sildim burada. Bilirəm ki, yenə bulaşacaq, amma sildim. Neynək. Çörək qabını qoydum o tərəfə. Bu güldə məndə 2 dənədir, ayırmışam. Bu da çoxalıb, o birisi bundan da çoxalıb. Göstərərəm inşallah. Bunu indi istəyirəm bura yerləşdirim pəncərənin qırağına. Çörək qabını qoymayacağam ora. Jaluzunu çıxartmışdım, üstün başını sildim. İndi taxacam yerinə. Onu da oradan çıxartmışam. Həm də jaluz orada olanda pəncərə açmaq olmur. Pəncərəni silmək üçün həmişə jaluzu çıxardıram ya da çöldən yuyuram. Bu dəfə çöldən yumadım, hava soyuqdur, sətəlcəm olmayım. Ona görə elə içərdən açdım, sildim qəşəng, bağladım. Həm çöldən, həm içərdən təmizlədim oraları. Qalmışdı ayağımın altında uşaq. İndi istəyirəm bunu buradan belə qoyum. Amma belə döndərməliyəm ki, belə deyansın. Görək bu tərəfə qoyaq, o tərəfə qoyaq. Deyən Nərgizim.
Bir saniye. Yerini eləyim. Heh, bu tərəfə qoyası oldum ki, həm də oradan o şeylər pis görünməsin. Nədir onun adı? Kənarındakılar. Hə, dursun belə. Əslində 2 dənə də gətirə bilərəm bura. Ya da ki, hələlik meyvə qabını qoyum bura. İçində bir dənə mandalin var. Bunu qoya bilərəm bura. Dursun orada hələlik. Yanımda dayan. Sen burada dayan. Bu da biraz quruyan fason olub. Qalsın dursun yerində. Bunun için hava qaralır. Bu tərəfdə işim qutardı. Bu jaliz əslində jaliz belə boydan boya olur da. Bu mənim dayımda var idi hazır. Dedi olsun Süleyman qıraqlardan, yəni kənarlardan deyil də əsas görüntü pəncərənin önündən olduğuna görə ki bunu vuraq. Dedim vuraq heç nə olmaz. Bir də elə bil ki təzəsini düzəltdirmədik. Dayımda var idi, bunu vurdu mənim üçün. İpini də qaldırdım, yuxarısından asdım Nərgizin əlindən. Nərgizin koftasını dəyişmişəm. Hər gün ərzində onu fərqli kombinlərdə görə bilərsiniz. Sonra nə edəcəm? Bu tərəfdə işim qutardı. Oldu belə qəşəng. İlahi, inana bilmirəm. Axır ki mətbəxdə işim bitdi. Yığışdırdım. Yulanları yudum götürdüm. Qabyon maşının içində qablar var. Onlar heç bir günə yumuram. Məsəl üçün dünən yığmışam axşam. Bugün gün ortanın səhərin qabları var. Axşamınkini də yığandan sonra qoşacam, yuyulacaq. Onsuz da qab çoxdur. Buranın pəncərəni təmizlədim. Sonra buranı düzənlədim. Qarış-quruş olmuşdular. Nəyə hara gəldi qoymuşdum. Da dərmanlar çıxıb yenə ortalığa. Burada ağlar var, yulası. Paltaryon maşında qutarıb qaralar var. Onları sərəsiyəm. Buradan paltarları yığışdırmışam. Amma indi təzəsini sərəcəm təzdən. O vinok düzəltmişdim. Hər il istifadə edirəm. İndi onu qapıya asacam ora. Onun üstünə işıq vurmaq istəyirəm. Vurum, sonra asacam. Burada bir-iki dənə corab qalıb. Onları da sonra yığışdıracam. Bu arada bunu da göstərməmişəm sizə. Ora xəlçə sərmişəm. Xəlçəni bura sərmişəm. Çünki Nərgiz burada oynayır. Gedir, gəlir, oynayır. Oturur burada oynayır. Girir bu paltar asılı qanının altına. Oyun oynayır. Ona görə də bunu gətirib bura sərmişəm. Həm də qəşəng istidir. Belə. Burada belə. Qına otağını yığışdırmışdım. Bilmirəm, göstərmişəm, sizə göstərməmişəm. Burada hər şey səliqəlidir, yerli yerində, yolkamız yerində. Burada görüləsi heç bir işim yoxdur. Qızların otağını təmizləmişdim. Bizim yataq otağımızı təmizləmişəm. Burada da heç nə yoxdur. Axşam da mən kuxnaya girincə, çıxınca hələ axşam yeməyi hazırlamamışam. Görüntümüz pisləşdi niyəsə. Neyse, bu da belə. Qızların otağı tamam. Paltarlarını yerləşdirmişəm. Mətbəxlə də qutardım. Qaldı bir dənə yemək bişirmək. Nərgizi yedizdirəm, onu su bişirmişdim. Qaldı axşama indi yemək hazırlamaq. Adətən elə bu vaxtlara hazırlayıram axşam yeməyini mən. Saat 5'ə qalmış, 5'in yarısı ki, Nazlı gələndən sonra oturaq, rahat-rahat yeyək. Elə bil ki, belə deyim də sizə. Nazlı 5'də dərsdən çıxır. 6'nın yarısına kimi gəlir, çıxır evə. O gələndə də isti-isti 6'ya kimi belə oturub yeməyimizi yeyirik axşamı. Nərgizə yemək çəkim. Nərgiz qucumdaydı. Koydum ora. Mənə bax. Nəyə bax? Hadi oturmuşsan sen. Yiyeceksin mandalin.
Yox, mən yeyib. Bəh, bəh, bəh. Bunu da hazırladım. Açtım. Ver anaya. Ver. Git yenə gətir. İndi mücrü hazırlayacağım. Bu mücrünü özüm çıxartmışam qəlibdən. İndi elə bil ki, hazır qəliblər olur. Qəlibin içərisinə tökürəm. Məhlulu hazırlayıb. Sonra bərkir, belə olur. Buna daş tozu deyirlər. Ondan olanda belə qəşəng səliqəli olur, uzun ömürlü olur. Bunu ucuz məhsullarla eləyənlər də olur. Məsəl üçün, nədir onun adı? İndi yadıma düşməyəcəyi. Gipsdən eləyənlər olur. Onda belə möhkəm olmur. Həm də üstünün forması falan başqa cür olur da. Yəni hamarlığı falan bunun kimi olmur. Yüngül olurlar. Amma bu həm ağır olur, həm də çox qəşəng olur da. Belə hamar olur. İndi bunun kənarlarında görürsünüz belə boşluqlar var. O boşluqları mən özüm əlimlə hazırlayıb düzəldəcəm. Əvvəl onları belə forma verirəm. Yenə məhlul hazırlayıram. Biraz qatlaşana yaxın başlayıram işləməyə. O boşluqların hamısını doldururam. Sonra səliqəsiz olan hissələrini yonuram, təmizləyirəm, səliqəyə salıram, qaşıyıram. Ondan sonra olur qəşəng səliqəli. İndi baxın, göstərirəm sizə belə. Sonra da hazırladığım formasını göstərəcəm. Ki, səliqəli forması necə olur. Görürsünüz, baxın. Burada mücrünün kənarında var boşluq. Görürsünüz, qapağın kənarında boşluq var. Bunları bilmək olmur da. Bir də görürsünüz ki, heç belə boşluq qalmadan çıxır. Bir də görürsünüz ki, belə çoxlu boşluqlarla çıxır. Puziroklar yaranır içərisində. Ona görə də belə boşluqlar olur. Kənarından nə qədər çırpsan da istər-istəməz baxırsan ki, olur. Belə altını falan görürsünüz. Bunların hamısını səliqəyə salacağım. Bura gətirib qoymuşam boyalarımı falan. Sonra da boyayacağım quruyandan sonra. Yəqin ki, boyama işini sabah eləyərəm. Bilmirəm, bəlkə tez quruyar, tez qutararam. Başlayaram boyamağa. Qoymuşam yanıma ki, eləyim. Bəzən istəyirəm ki, satım hamısını, qəliblərimi falan. Onsuz da deyirəm ki, eləmirəm də. Sonra amma belə lazım olanda, eləyəndə, hazırlayanda elə xoşuma gəlir ki, deyirəm ki, yox, satmayacağım. Qalsın. Özüm də eləməsəm, qızım birazdan böyüyəcək qızlar. Onlara maraqlı gələcək. Bəlkə eləmək istəyərlər. Ya özüm bəlkə qismət olar, çox istəyirdim mağaza açmaq. Bəlkə açaram. Orada istifadə eləyərəm. Çox şey fikirləşirəm. Çox istəklərim, çox arzularım var. İnşallah ki, görək də. Hansının ucundan tutacam bilmirəm. Nərgiz doğulandan sonra həvəssizləşmişəm. Demək olar ki, çox çətin olur. Deyim ki, heç nəyə vaxtım yoxdur. Yox, yalan deməyim. İnsan istəyəndə hər şeyə vaxt tapa bilir. Necə ki, indi vaxt tapıb nəyisə harasa sığışdırıram. Yəni, istəyəndə eləmək olur. Sadəcə olaraq tənbəllik canımı alıbdı. Elə fikirləşirəm ki, sonra eləyərəm. Əsas işlərimi görüm, əsas uşağımla oynayım. Təbii ki, uşaqla da oynamaq lazımdır, başqa işlər də görmək lazımdır. Amma gərək insan özünə zövq verən işlərlə də məşğul olsun, əlini buraxmasın üstündən. Çünki terapiya kimi gəlir. Mən çox xoşduram əl işləri hazırlanmağı. Həyatda səbirsiz insan olsam da, belə əl işləri falan görəndə çox səbirliyəm. Elə bilirəm ki, o mənə sakitlik gətirir əksinə. Yoldaşım gəldi. Bir yandan qızımın qayda dəftərini qaydaya salıram, yazıram yəni. Çünki özü yazanda qaraqura eləyir. Sonra oxuyanda da heç nə başa düşmür. Mücrümün kənarlarını hazırladım. İçərisində belə bütürcüklər olur. Ona görə əlavə lay atıram içinə ki, səliqəli olsun. Baxın, düzəltdim. İndi kənarlarını şotka ilə təmizləyəcəm. Burada gözümə dəyən bir şey qalıb deyəsən.
Biraz orasını bir çıqqan yonmalıyam. Baxın, üstündəki bütün boşluqları bağladım. Artıq heç bir boşluq yoxdur. Çiçeğin kenarlarını falan da sərgiyə saldım. Burada da boşluqlar yoxdur. Oldu qəşəng. Prosta bunu qəşəng şotka ilə çırpmalıyam. Tozlar üstündədir hələ. Sonra da sabahlarım inşallah rengləyəcəm. İndi rengləmirəm. Çünki saat artıq gecdi. Baxın zaten 2-yə qalıb. Mən hələ yatmalıyam, səhər durmalıyam, uşaqlara yemək hazırlamalıyam. Bildiyiniz mama rutinidə. İndi nə edəcəm? Bunlar elə burada qalsın. Gedim yatım. Daha doğrusu bir dənə qaydam qalıb. Onu da yazım. Çünki səhər durub Nazlı öyrənməlidir onu. Sonra gedim yatım. Səhər durub eləyərəm. Eləyəndə də çəkərəm sizə. İstəyirəm ki, mirvari rəngdə eləyim bunu. Üstünə də zər səpəm çiçəyin. Çünki nişanda istifadə olunacaq. Fikirləşirik ki, sonra da çıxardıb belə bijuteriyalarını falan yığa bilər içinə. Bundan məndə var idi. Sonra bir tanış adam istədi. Mən də ona hədiyyə elədim. Ondan sonra özümə düzəldərəm dedim. Sonra amma düzəltməmişəm. Görüm gərək bir dəfə də alıb tozunu falan özüm üçün hazırlayım. Gün qabağına çox qəşəng yaraşır. Belə, indi tez davam edeyim, yazım qutarım. Ondan sonra yığışdırım.